Değerli şagirdlər, canlı yayına hər biriniz xoş gəlmisiniz. İndi biz sizinlə sınaq 8-ə baxacağıq. Birinci sualdan başlayırıq. Bəs sınaq 8-də nədən söhbət gedir? Təbii ki, fiqurların sahəsi mövzusundan. Birinci sualda bizdən nə istəyir? Tərəfləri 2 və 3 olan ədədlərlə mütənasib perimetri 40 olan düzbucaqlının sahəsini tapın deyir. Birincisi, tərəfləri 2, 3-dürsə, düzbucaqlının tərəfinə deyərəm 2K, 3K. Perimetrdə 40-dırsa, 2 vurulsun 2K üstəgəl 3K bərabərdir 40-a. Bu zaman eləyəcək 10K bərabərdir 40-a, K da bərabərdir 4-ə. O zaman tərəf neçə oldu? 2 vur 4, 8, 3 vur 4, 12. Sahəni istəyir. Sahədə bərabər olacaq 8 vurulsun 12-yə. Cavab eləyəcək 96 D variantı. Diagonalı 6 kökdə 3-dürsə 6 kökdə 3. Kvadratın sayəsini S bərabərdir D kvadratı bölünsün 2 düsturuna əsasən 6 kökdə 3-ün kvadratı bölü 2. Bu da eləyəcək 2-də 6-ın kvadratı 36 kökdə 3-ün kvadratı 3. Bundan bu ixtisar gedir, qalır 18 2-yə böləndə 18 3-ə vuranda eləyəcək 54. Cavab A variantı. Tərəfi 8, 18, 10 düzbucaqlı ilə eyni böyüklükdə 10 kvadratın tərəfini tap deyirsə, eyni böyüklükdə sözü o deməkdir ki, sahələri eyni olsun. Yəni S kvadrat bərabər olmalıdır S düzbucaqlıya. Və salam, onda bunun sayəsi nədir? 8 vurulsun 18 bərabərdir A kvadratına. A da bərabər olacaq kök altında 8 vur 18-ə. Bu da bizə verəcək nəyi? 8-i yazaram 4 vur 2 kimi, 18-də yazaram 2 vur 9 kimi. 4-dən kök 2 çıxacaq, 2-dən 2-dən 2 çıxacaq, 9-dan da kök 3 çıxacaq. Cavab da eləyəcək 12 B variantı. Diagonallar verilən rombun sahəsi S bərabərdir. D1 vurulsun D2 bölünsün 2 düsturu ilə tapılır. 9 kökdə 3-ü vuracam 8 kökdə 3-ə böləcəm 2-yə. Bundan bu ixtisar gedir 4 qalır. 9 vur 3 vur 4 alınacaq. 2 dənə kökdə 3-dən 1-i çıxır. Bu da 9-u 3-ə vuranda 27, 27-ni 4-ə vuracam. 7 dəfə 4-ün 8, 2 dəfə 4 8, o da yadda 108. Cavab Y variantı. 5 nömrəli sualda oturacaqları 6, 14 olan perimetri 30 olan bərabərləyən trapeziyanın sahəsini tapın. Bərabərləyən trapeziyada oturacaqlar 6 və 14-dürsə, tərəflər də x olur. Onda 30 bərabərdir 14 üstə gəlinsin 6 üstə gəl 2x. 2x buradan bərabərdir 30 çıxılsın 20-yə, 2x bərabərdir 10-a, x də bərabərdir 5-ə. Deməli, bura 5-eymiş. İndi perimetrini tapmaq, nədir onun adı? Şeyini tapmaq istəyiriksə biz, hündürlüyünü, çünki trapeziyanın sahəsi orta xət vurulsun hündürlükdür. Bura 5-dir, bura orta 6 olur. Öncə 14-dən 6-nı çıxacam, qalacaq 8. 8-i yarı bölündə 4 bura düşür, 4 bura düşür. Deməli, onda hündürlüyüm neçə olacaq? 3. Hündürlüyüm 3-dür. Orta xəttim nədir? Bəs AB bölünsün 2. Yəni 6 üstə gəl 14 bölü 2, yəni 10. S də bərabərdir. Orta xət vurulsun hündürlük. Yəni cavab eləcək 30 D variantı. Yan tərəfi 17 10, oturacağı 16 10. Bərabəryanlı üçbucağın sayısını tapın. Bərabəryanlı üçbucaqda yan tərəf 17-dir. Oturacaq 16-dırsa bir dənə hündürlük çəkərəm. Hündürlük tərəfi 2 yerə bölür və h-ı tapmaq üçün h kvadratı bərabərdir 17-in kvadratı çıx 8-in kvadratı. Bu da 289 çıxılsın 64. Qalacaq 225, yəni 15-in kvadratı. Yəni hündürlüyüm olacaq 15. Sahə necə tapılırdı? AH bölünsün 2 düsturuna əsasən 16 vur 15 bölünsün 2. Bundan da bu ixtisar gedir 8 qalır. 8 vurulsun 15. 8-i də 15-ə vuranda 120 eləyəcək cavabımız Y variantı. Gecə 7. Təpə bucağı 120 olan, oturacağı 24 olan bərabəryanlı üçbucağın. Bərabəryanlı üçbucağın oturacağı 24-dürsə, təpə bucağı 120-dirsə, bir dənə hündürlük çəkərəm. Onda unutmayın, tərəf 24-ün kökdə 3-ə bölünmüş halıdır. Və burada belə deyim də, heç buna ehtiyac olmadan, bax bir şey baxaq. Gəlin mavi ilə yazaq. Əgər bu hündürlüksə 90 dərəcə altında düşürsə, bərabəryanlı olduğu üçün 60-60 bölür. Burada 30 olur. 90 qabandayı bilməm neçədir. 60-ın qabandayı 24-dürsə, 24-ün yarısı üzr istəyirəm. 12-dirsə, 60-ın qabandayı. Hündürlük neçə olacaq? Axı bu 12 bölür, bərabər bölür. Hündürlük nə olacaq? Onun 30-un qabandayı 60-ın qabandayının kökdə 3-ə bölünmüş halı. Yəni olacaq neçə? 12 kökdə 3 bölü 3, yəni 4 kökdə 3. Hündürlüyü tapdım. Oturacağım var. Sahə nəyə bərabərdir? AH bölünsün 2 düsturun əsasən. 4 kökdə 3 vur 24 böl 2. Bu da eləyəcək neçə? 48 kökdə 3-ə. Bərabərdir C variantı. Keçək.
Tərəflər verilən daxilinə çəkilmiş çevrənin radiusunu istəyir. R bərabər idi nəyə? A üstəgəl B üstəgəl C sürətdə isə 2S yazırdıq. Öncə S-i tapmalıyıq. Tərəf verilib 14, 15, 16. Daha doğrusu 13, 14, 15. İndi 13, 14, 15 isə S necə tapılır? Öncə yarım perimetr tapılır. Yəni gəlin belli buranı silək. Çünki maraqlı sualda həqiqətən ətraflı yazsaq daha gözəl aydın olacaq sizə. Öncəliklə S-i tapmaq üçün tərəfi mənə 3 bucağın tərəfini veribdi. 13, 14 və 15. Öncə deyirəm yarım perimetr taparam. 13 üstəgəl, 14 üstəgəl, 15 bölünsün 2. 39, 42. 42 bölünsün 2 eləyir 21. Deməli, S də bərabərdir. Kök hətta yarım perimetr vurulsun P minus A, P minus B və P minus C. Bu da bərabərdir. Kök altında 21 vurulsun. Öncə 21-dən çıxacam 13'ü, 21-dən çıxacam 14'ü və 21-dən çıxacam 15'i. Bu da eləyir kök altında 21 vurulsun. 21-dən 13 çıxanda 8, 14 çıxanda 7 və 6 eləyir. 21 nə deməkdir? 21, 7 vurulsun 3 deməkdir. 8, 4 vur 2 deməkdir. 7, 7 də 6 da elə 6 yazaq. İndi bax 2 dənə 7-dən biri çıxır. 4'dən 2 çıxır. 3'ü 2'ye 6, 6'dan 6, 36, 36'dan da 6 çıxır. Burada da cavab eləcək 12 vur 7, 84. Sahəni tapdım 84. Gətirib yerinə qoyaram. 2 vur 84 bölünsün ABC-nin cəmi. Yəni 13 üstəgəl, 14 üstəgəl, 15. Bu da eləyirdi 42. 2 vur 84. 84'dən 42 ixtisar gedir. 2 qalır. 2'nin də 2'ye vuranda cavab eləyir 4. Və salam, radius deməli 4 demiş. Çox əla bir sualdır. Keçirik indi 9-cu suala. ABC 3 bucağında, deməli öncə gəlin bu yan tərəfi təmizləyək. Buradan yazaq. Gəlin baxaq. Deməli nəyə fikir verməliyik? Əvvəlcə unutmayın, həndəsədə uşaqlar, şəkil çəkmək çox əhəmiyyətlidir. Yəni şəkil çəkərsinizsə sualın %90 hissəsini işləmiş olursunuz. ABC 3 bucağında BC tərəfi üzərində D-Y nöqtələri qeyd olunmuşdur. A, B, C. BC tərəfi üzərində D və Y nöqtələri qeyd olunmuşdur. BD bərabərdir DY-yə, o da bərabərdir YC-nin 2 mislinə. Yəni bura 2-sısa, bura 2-x'dir, bura 2-x'dir. Sonra sahə ABC-nin sahəsi 120-dir. ABD-nin sahəsini istəyir. Baxın uşaqlar, bir şeyi nəzərə yetirək ki, tərəf nisbəti nədirsə, sahələr nisbəti o olacaq. 2S, 2S, S. O zaman deyərəm ki, 2S üstəgəl 2S üstəgəl S bərabərdirsə 120-yə. 5S 120-dirsə, S də bərabər olacaq 120 bölünsün 5-ə, yəni 24-ə. Bizdən ABD-ni, ADC-ni istəyir. ADC haradır? Mavi ilə göstərim. ADC, yəni 3S. 3 vurulsun 24 istəyir. Bu da eləyəcək 3 dəfə 4'ün 2, 1 yadda 6, 7, 72. Cavab A variantı. Keçək 10 nömrəli suala. Radiusu 12 olan dairənin 45 dərəcə mərkəzi bucağına uyğun dairə sektorun sahəsini hesablayın. Sektorun sahəsi nə idi? Pi r kvadratı alfa bölü 360 bərabərdir. Pi'miz qalsın. Radius 12'dir, 12'nin kvadratı. Alfa 45 bölünsün 360. 45'i 360'a böləndə neçə düşəsidir? 180'də 4 dəfə olsa 8 dəfə. 144, 12 də 144. 144 pi'yə vur 8'ə böl. Bu da eləyəcək 18 dəfə. Yəni cavab olacaq 18 pi. Dairənin radiusunu 30% artırsaq, sahə necə olacaq? Kvadratik artacaq. 30 dəfə artmaq nədir? Yəni öncə məsəl üçün deyək ki, radius 100'dürsə, 30% artanda olur nə? 130. Və yaxud da belə deyim də, 100 deməyək. 100 deməyək. Radiusum deyək ki 10'dur. Onda sahə nə olur? Pi r kvadratına əsasən 100 pi. İndi radiusumu 30% artırdım. Oldu 13. Çünki onun 30% artığı 130%'ni tapmaq deməkdir. Bu da 13 elir. O zaman sahə nə olur? Pi r kvadratı. Yəni 13'ün kvadratı vur pi. 13'ü 169 pi. Yəni nə qədər artdı? Öncə 100 idi, sonra 169. Deyəcəm ki 100 pi 100%'dirsə, 169 pi neçə faizdir? Yəni 169%'dir. Neçə dəfə artır? Dəfə dediyi üçün 169 faizi böləcəm nəyə? 100'ə.
1,69 dəfə artar. Hündürlüyü İndi 12-ci sualda deyir, hündürlüyü 6 olan bərabər tərəfli üçbucağın sahəsini tapın. H bərabərdirsə 6-ya, onda S bərabərdir. H kvadratı kökdür 3 bölünsün 3 düsturu ilə tapılacaq. Bu da eləcək 6-nın kvadratı kökdür 3 bölünsün 3-ə. 36 kökdür 3 bölünsün 3-ə. Bu da eləcək 12 kökdür 3. Cavab D variantı. Başqa bir qayda necə tapa bilərik? Bəs H bərabər idi A kökdür 3 bölünsün 2 qaydasına əsasən. Buradan yazacağım 6 bərabərdir 2-də A kökdür 3-ə. Buradan çarpaz vuranda 12 bərabərdir A kökdür 3-ə. A da bərabər olacaq 12 bölünsün kökdür 3-ə. Və S-in də düsturu S bərabər idi. A kvadratı kökdür 3 bölünsün 4. Gətirib yerinə qoyub yaza bilərsiniz. Keçirik tərəfi 4 olan düzgün 6 bucağın sayısını tapın. 6 bucağın sayısı necə tapılır? S bərabərdir A kvadratı kökdür 3 bölünsün 4 vurulsun 6 düsturu ilə. Bu nə deməkdir? 1, 2, 6 bucaqlı 6 dənə bərabər tərəfli 3 bucaq deməkdir. Buradan 6-ya vururuq bərabər tərəfli 3 bucağın düsturunu. Yəni başqa bir qayda ilə 3 A kvadratı kökdür 3 bölünsün 2 düsturu ilə tapılacaq. Tərəf 4-dürsə gətirib yerinə qoysaq neçə olasıdır? Deməli yazacağım ki, o zaman 3 vurulsun kökdür 3 A kvadratı 4-ün kvadratı böl 2. 4-ün kvadratı 16 eləyir. 16 ilə bu gedir qalır 8. 8 3-ə 24 kökdə 3. Cavab D variantı. Sahəsi 120, diaqonalı 17, 10 düz bucağın perimetrini tapın. Deməli, belə deyim, bura 17-dir, bura A-dır, B-dir. A kvadrat üstəgəl B kvadratı bərabərdir 17-nin kvadratına. Sahə nədir bəs? A vur B bərabərdir 120-yə. Düz bucağın perimetri nədir? A üstəgəlin B-nin ikimizdir. Öncə gəlin bu düsturları belə yazaq. A üstəgəlsin B-nin kvadratı bərabərdir nəyə? A kvadrat üstəgəl 2A, B üstəgəl B kvadratına. Gəlin verilənləri yazaq. A üstəgəlsin B-nin kvadratı bərabərdir. A ilə B-nin kvadratlar cəmi nədir? 289, yəni 17-nin kvadratı. Üstəgəl 2 vurulsun A vur B 120 deməkdir. Bu da eləyəcək 289 üstəgəlsin 240. Eləyəcək 9, 2, 529. Bəs 529 nəyin kvadratıdır? 529 23-ün kvadratıdır. Yəni A plus B bərabər olmalıdır 23-ə. Keçək indi 15 nömrəli suala. 15 nömrəli sualda nə deyir? Yan tərəfləri 9 və 19 olan daxilində çəkilmiş çevrənin radiusu 4 olan trapeziyin sahəsini tapın. Deməli, daxilində çevrə çəkilibsə uşaqlar. Birinci bu, belə deyək də, yan tərəfləri 9 və 19-dursa, oturacaqlar A ilə B-dirsə, deyəcəm onda A ilə B bərabər 9 üstəgəl 19-a. Yəni A ilə B bərabər olacaq 28-ə. İndi trapeziyanın daxilində çəkilmiş çevrənin radiusu 4-dürsə, bunun belə uzadanda hündürlük bərabər olur nəyə? 2-yə. H bərabərdir 2-yə. Yəni hündürlük 8-dir. Sahə nəyə bərabər idi? A üstəgəlsin B bölünsün 2 vurulsun H-a. Yəni 28 bölü 2 vur 8. Bu da eləyir 14 vurulsun 8-ə. Yəni 112. Hipotenuzu 6 kökdə 2 10 bərabər yanlı düzbucaqlı üçbucağın sahəsini tapın. Hipotenuz 6 kökdə 2-dirsə tərəf 6 6 olacaq. Sahə də bərabərdir A kvadratı bölünsün 2 düsturuna əsasən. Yəni 6-nın kvadratı bölü 2 cavab eləyəcək 18. Keçək 17-ci suala. Və uşaqlar, bura H-dır, elə deyil, düzbucaqlı üçbucağın H-ıdır. ABC düzbucaqlı üçbucağın. Bizdə biri H kvadratı bərabərdir 3 vur 12-yə, yəni H olacaq 6. Hündürlüyümüz 6-dır. İndi məndən nə istəyir? ABC düzbucaqlı üçbucağın sahəsini tapın. Bura 6-dırsa uşaqlar, diaqonalı hündürlüyə vuranda da sahəni verəcək. S bərabərdir, D vurulsun H düsturuna əsasən 6 vurulsun 15. 15 nədir? Diaqonalın uzunluğu. 15-i də 6-ya vuranda cavab eləyəcək 90. Bu bir qayda, ikinci qayda nə eləyərik uşaqlar? Baxın, bura 6-dır, bura 3-dürsə, bura 6-nın kvadratı üstəgəl 3-ün kvadratdır. Yəni 36 üstəgəlsin 9, yəni 45. Kökdə 45-dir bura. Digər bəs nə olacaq? 6-nın kvadratı üstəgəl 12-nin kvadratı. Yəni 36 üstəgəlsin 144. Bu da eləyəcək neçə? 36-ın üstünə 144 gəldi, 180. Yəni kök altında 180. Sahəni tapanda nə eləyəcəm? Kök altında 45-i vurmalıyım kök altında 180-ə. Kök altında 45-i 180-ə vuranda cavab eləyir 81.000. 81.000-dən də kök neçə çıxır? 90. Yəni eyni cavaba gəlirsiniz.
Mərkəzi O nöqtəsindən ABCDEF düzgün 7 bucaqlısında sahə ABCDO 48 olarsa, onun sahəsini tapın. Nəyin sahəsini tapaq biz? Burada 7 bucaqlını çəkməyə çalışsaq uşaqlar. 1, 2, 3, 4, 5, 6, 7. Bu mərkəzdən belə çəksək, 7 dənə 3 bucaq alınır. Bura olsa A, B, C, D, Y, F, G. Mənə deyir ki, indi A, B, C, O. A, B, C, D, O. Bax, buranın sayısı 48-dir. Burada neçədən 3 bucaq var? 3 dənə. 3 dənəsi 48 isə bir dənəsi neçə olacaq? 16. Yəni, bura 16 olacaq. Belə deyim, bax, bura 16 olacaq. 16, 16. Onda hamısı 16 olmalıdır. Çünki düzgündür bu. Ümumin sayəsini bizdən istəyir yəqin. Ümumin sayəsini istəyirsə, nə edəcəm? 7-ni vuracam 16-ya. 7-ni də 16-ya vursaq, 2 dəfə 4 yadda, 112. Keçək indi növbəti. Hündürlükləri 12 və 4 götürücü olan iti bucağı 60 olan paralleloqram sayəsini tapın. İndi paralleloqramdır. Hündürlüyün biri 4 götürücüdür. Digəri isə 12-dir. Burada 60-dır. 60-ın qabağında 4 götürücüsə, 30-un qabağında onun götürücüsüz mislidir. Burada 8-dir. 8 buradasa, burada 8-dir. S də bərabərdir 8 vur 12-yə. Yəni hündürlük vurulsun tərəf. 8-i də 12 vuranda eləyəcək. Cavab necə? 96. Keçək indi növbətinə. ABC 3 bucağında D'ye uyğun olaraq AB və AC tərəflərinin orta nöqtələrdir. Bax, orta sözü. DF 5'dir. Sonra YF 13'dür. Və BF 6'dır. FC 18'dir. ABC 3 bucağının sayısını bizdən istəyir. İndi bura orta xətdirsə, bura A-dırsa, bura A-dır. Bura B-dirsə, bura B-dir. Onda bu ikisi orta xəttdə olanda bu D və Y xətti orta xətt olacağı üçün 6 üstə 18 gələndə 24, 24-ün yarısı bura 12 olacaq. Və bu necə 3 bucaq olacaq? Düz bucaqlı 3 bucaq. Çünki 5-in kvadratı üstə gəl. 12-in kvadratı bərabərdir 13-ün kvadratına. İndi onda bura 90'dır. Başqa ara 90 olacaq. Bura bərabərdir. Bura bərabərdirsə, demək bu da onda 90 dərəcə olasıdır. Çünki orta xəttlərin birləşməsindən yaranıb axı. İndi nəyi tətbiq eləyəcək? Baxaq, bir düşünək. Başqa ara 90 olur uşaqlar. Bir də bura 90 olacaq. Niyə 90 olacaq? Çünki burada tək bir dənə düz bucaqlı bucaq yaranmır ona görə. Çünki axı bildiyimdə bunun sayəsini tapsaq S bərabərdir 5 vur 12 bölünsün 2, yəni 30'dur. Bura 30'dursa bunun sayəsi nədir? 6 5 vur bölü 2, yəni 15'dir. Bura 15'dir. Və bu digərin sayəsini tapsaq, digəri neçə olasıdır onda? Digərində sayəsini də belə tapasıyıq uşaqlar. Bura belə deyim ki, bu xəttə paraleldir. Bura alfadır, bura da alfadır. Buradan belə bir hündürlük çəksək, bax bu hündürlük elə beydimdə alfasından tapsaq beydimdə sahə necə tapılar? S bərabərdir 13 vur 18 bölü 2 vur sinus alfa üstündən tapılacaq. Bir də hündürlük üstündən. Amma indi hündürlüyə ehtiyac yoxdursa, iki tərəf arasında bucaq üstündən tapıram bu burayla. Bu da bərabər sinus alfa bəs necə tapılır? Burada da sinus alfa var axı. Sinus alfa burada nəyə bərabərdir? 5 bölünsün 12-yə, 13-ə. Qarşıda katet bölü hipotenuza. Gətirib yerinə qoyanda 2-də 13 vurulsun, 18 vurulsun. Sinus 13-də alfanın da yerinə 13-də 5. Bununla bu ixtisar gedir, bununla bu ixtisar gedir. Cavab qarı 45. Bura oldu 45. İndi uşaqlar, bax burada nə görürsünüz? Bura S-dir, burada 3S-dir. 3S-imizi nə verib? Çünki orta xətt daxı bu 12. D-yə. D-yə orta xətdirsə, onda olacaq S-in 3S-ə nisbətində böləndə. Aşağıda nə var? 15, 45 və 30. 15 üstə gəl, 45 üstə gəl, 30. Bizə neçəni verəcək? 90-ı. Bura aşağı 90-dırsa, yuxarı ondan 3 dəfə balaca olmalıdır, yəni 30 olmalıdır. Bizdən nə istəyir? ABC bütövün 90 üstə gəlsin 30, cavab eləməlidir 120 dərəcə. Biraz çətin sual idi olmağına qalsa. İndi diqqətlə baxsaq. BD
BD 18'dir. DA 12'dir. Pi də 3'dür deyir. İştiraklanmış hissənin sayəsini tapın. İştiraklanmış hissənin sayəsini tapmaq üçün əvvəlcə nəyi tapmalıyıq? Birincisi nə edəcəm? Mərkəzdən belə xətt çəksəm, bura R-dir, bura R-dir. Bura R-dirsə, bura R olacaq, R olacaq, bura 12 olacaq, burada 18 olacaq. Çünki B-də, A-da toxunandır. O zaman 12 üstəgəlsin R-in kvadratı, üstəgəl 18 üstəgəl R-in kvadratı bərabərdir 12 ilə 18-in cəmi, yəni 30-un kvadratına. Buradan işləyib başlasaq 144 üstəgəlsin 24 R üstəgəlsin R kvadratı üstəgəl 324 üstəgəlsin 36 R üstəgəlsin R kvadratı bərabər 900-ə. Buradan olacaq neçə? 2R kvadratı üstəgəlinsin 60 R üstəgəl 468 bərabər 900-ə. Hamısını bir tərəfə keçirəndə R kvadratı üstəgəlsin 30 R üstəgəlsin 234 bərabər 450-yə. Hər tərəf birinci 2'ye böldüm, sonra bir tərəfə keçirsəm. R kvadrat üstəgəl 30R üstəgəlsin neçə eləyəcək bu? 216 bərabərdir 0-a. Buradan o nədir ki, cəmi mənfi 30, hasili 216 olar. 216 və 30 olan neçə olar? Mənfi 36 ilə 6. Mənfini götürmürük. Telefonda biraz problem çıxdı, üzrlü sayın. Deməli, dedik mənfi 36-nı götürmürük, 6-nı götürürük. Radius oldu 6. İndi bizdən haranı istəyir? Ştrixləmiş hissən sayəsi. İndi ştrixləmiş hissən sayəsini tapmaq istəyiriksə, əvvəlcə çevrən radiusunu tapdıq. 6-dır, elə deyil. Gəlin bu hissəni sileyim. Deməli, çevrən radiusu 6-dırsa, o zaman pi r kvadratına əsasən 36 vur 3, yəni olacaq 108 buranın sahəsi. Və digər hissə nə idi? DA 12 idi. BD 18 idi. Burada 12 idi. Bura 6'dır. 6'da 18'dir. Deməli, aşağı hissən tərəf neçə olur? 24. Yuxarı neçə olur? 18. Sayəsi necə tapılacaq? Bəs 18 vur 24 bölünsün 2. Bu da bizə neçəni verəcək? 9 olsa 24 vur 9 deyərik. Yəni 4'ü 9'a vuranda 6, 3 yadda. 2 dəfə 9, 18, 3 yadda 21. 216. Ümumi sahə 216'dır. 216'dan 108'i çıxsaq, bu geri qalan hissəni tapacağıq. Deməli, 216 çıxılsın 108, bizə verəcək neçəni? 8, 20'dən də 10 çıxanda 10, 108'ə. Və salam, cavab 108, keçək 22'yə. İndi bizə deyək ki, paralleloqramda BY, YC-yə nisbəti 2-nin 3-ədir. DF-nin, DF-nin FC-yə nisbəti 1-in 2-yədir. Və bu paralleloqramda deməli, bura olacaq 3K, burada olacaq 5K. ABCD ümumin sahəsi 90'dır. Ümumin sahəsi 90'dır deyir. AYCF-ni istəyir. Baxın, nə edirəm burada? Belə bir dənə xətt çəkərəm. Bu çəkdiyim AC diaqonalı sahələri yarı ayıracaq. 45 buranın sahəsi olacaq. 45 də aşağı hissənin sahəsi olacaq. İndi bir şey baxaq. Biz tərəflər nisbəti nədirsə, sahələr o nisbətə o nisbətdə bölünəcək. Yəni 2x, 3x buradırsa, yazacağım ki, 5x bərabərdir 45-ə, x də bərabərdir 45, 5-i bölündü 9-a. Deməli, bura olacaq neçə? Bu hissə. Baxın, bu hissə. Belə deyim də, bir dəqiqə. Bu hissə. Bu hissə olacaq neçə? 3x idi. Yəni 3 vurulsun 9. 27. Всё. Bu ştrixləmiş hissənin bu ərazisini tapdım. Burada tapdım ki, bu hissə 27-dir. Digərini tapaq. Buranın da sayəsi 2K-nın K nisbətində bölünsə, sahələr də S-in 2S nisbətində bölünəcək. 3S bərabərdir 45-ə, S də bərabər olacaq 15-ə. Və bura 2S olduğu üçün 2 vur 15, yəni 30. Всё, ştrixlənmiş hissə 30 ilə 27-nin cəmi olacaq 57. Çox maraqlı bir sual idi. Keçək 23-ə. ABC 30'dur deyir. ABC 30'dur, bu 30'dur. Və onda bu qövs neçə olur? 60. A-dan B-yə kimi olan ərazi 12'dir. Onda bura 6, 6 olacaq. Ştrixlənmiş hissənin sahəsini bizdən istəyir. Ştrixlənmiş hissənin sahəsini istəyirsə, necə yanaşarıq? Buradan belə bir xətt çəkərəm. Onda burada 6 olacaq. Burada nə yaranır? Bərabər yanlı üçbucaq.
bu hissəsi necə olacaq? 6 kökdə 3. Hardan tapdım? Baxın uşaqlar. Burada qıraqda çəksək bu fiquru. Deməli bura O olsun, A olsun, B olsun və C olsun. Bura 6'dır, bura 6'dır. Buradan belə xətt çəkəndə burada 6 olur, radius olduğu üçün. Vəsə indi bu hissə nə oldu? Bərabər yanlı 3 bucaq. Bu bucaqda 30-sa, bura 30-sa, bura 120 qalır. Bura doğru 6 kökdə 3. Və indi gəlin aşağı 3 bucağın sayəsini tapsaq. S bərabərdir. AB sinus alfa bölünsün 2 düsturundan gedəcəm. Yəni S bərabərdir. 6 vur 6 kökdə 3 vurulsun sinus 30. Sinus bölünsün 2 vurulsun sinus 30. Sinus 30'da nə alır? 2'də 1. Bu 2'lər bundan gedir. Qalır 3 3. Cavab eləyir neçə? 9 kökdə 3. Bu S-i tapdım. İndi digər S tapsam. Digər S nə formasındadır? Görürük ki, qövsdür də, elə deyil. Qövsün uzunluğu sahəsi necə tapılırdı? Pi r kvadratı alfa böl 360 düsturu ilə. Deməli, buradan da yazacağım ki, pi vurulsun, radiusun yerinə 6 yazanda 36. Alfa bucağımız qövsün uzunluğuna bərabərdir. 60 bölünsün o 360'a. Burada 360'dan bu gedir 10 qalır, 0'dan gedir qalır 6 pi. Deməli, bu ümumi sahə neçə olacaq? 9 kökdə 3 üstə gəlsin 6 pi. Cavab eləyəcək 9 kökdə 3 üstə gəl 6 pi. Keçək indi 24-cü suala. Radiusu 12 kökdə 5 olan çevrə daxilində çəkilmiş düzbucaqlının tərəflərindən biri 24. Bu düzbucaqlının sahəsini tapın. İndi mənə deyir ki, çevrə daxilində çəkilmiş düzbucaqlı. Deməli, əvvəlcə çevrəni çəkərəm. Bir dəqiqə. Aha. Bax, bu mənim çevrəm olsun. Çevrənin daxilində 4 düzbucaqlı çəksəm. Deyək ki, çəkdik düzbucaqlımızı. Bu hissəni də belə nəzərə alın. Aha. Radiusu 12 kökdə 5'dirsə, o zaman diaqonal neçə olur? 25. Tərəflərindən biri 24'dürsə, digər tərəfi taparam əvvəlcə. Digər tərəfi tapmaq üçün 25'in kvadratından 24'ün kvadratını çıxaram. Bunu da yazaram 25 çıx 24 və 25 üstəgəl 24 kimi. Bu da eləyəcək. Bura 1 verəcək bizə. Burada bizə 49'u verəcək. Deməli, x 7'dir, aşağı 7'dir. Düzbucaqlının sahəsi nəyə bərabərdir? Eni uzunluğun hasilinə. 24'ü 7'yə vuranda cavab eləyəcək neçə? 10, 168. Keçək 25-ci suala. Radius 18 olan dairədə 150 dərəcəli mərkəzi bucağa uyğun segmentin sahəsini istəyir. Deməli, segmentin sahəsini tapmaq üçün radius 18'dirsə, 150 dərəcə, məsəl üçün deyək ki, bura 150'dir. Segmentin sahəsi necə tapılacaq? Sektorun sahəsi var, bir də segmentin. Bax, bu hissəni istəyir bizdən. Deməli, biz necə taparıq? Əvvəlcə, bura 8'dir, 18'dir, bura 18'dirsə, bunun sahəsini taparam. Bir də ümumi şeyin sahəsini taparam, sektorun. Sektorun sahəsindən 3 bucağın sahəsini çıxacam. Və bu mənə verəcək segmentin sahəsini. Yəni, indi qəşəng şəkli çəkək. Baxın. Belə çəkirəm. Bu mərkəz olsun, bura 150 dərəcə olsun, bu 3 bucaq. Bura olacaq 18, 18 və 150. S bərabərdir nəyə? 18 vur, 18 vur, bölü 2 vur, sinus 150'yə. Bu da bərabərdir. 18, bu 9 eləyəcək. 18 vur, 9, sinus 150'də nə alır? 180 çıx 30 kimi yazaram. 180'də ad dəyişmir, sinus 30'da 2'də 1 aldığı üçün 2'də 1 eləyir. Bunun da cavabı oldu 81. Deməli, buranın sahəsi 81'dir. İndi keçək ümumi sektorun sahəsini tapmaq üçün. Sektorun sahəsi nəyə bərabərdir? Bəs pi r kvadratı alfa böl 360. Gətir yerinə qoy. 150, pi'miz neçədir? 3'dür. Radiusumuz neçədir? 18. 18'in kvadratı böl 360. Burada deməli, 3 ilə bu gedir, 12 qalır, 120. 0'dan 0 gedir. Geridə nə qalır? 18 vur 18 vur 15 böl 12. 12 x'i 2'yə bölərəm. Burada 6'ya bölərəm vəbşi. Burada 2 qalır, burada 3 qalır. Bunu da 2'yə böləndə qalacaq 9. Cavab eləyəcək 27 vur 15. İndi 27'ni də 15'ə vursa. Cavab eləyəcək 405. Deməli, sektorun sahəsi 405'dir. 3 bucağın sahəsi də oldu 81. 405'dən
Çıxacam 81-i. Cavab olacaq 324. Deməli, segmentin sayısı 324-dür. Belə uşaqlar, hər birinizə uğurlar arzulayıram. Növbəti bölmədə biz işləyəcəyik hərəkət oxşarlıq. Hazır gəlin inşallah. Hər birinizi gözləyirəm. Abunə olmağı unutmayın.